Aybaşı ağrıların normaldır, ya sən buna artıq öyrəşmisən? Çox ağrılı menstruasiyanı normallaşdırmaq ən böyük səhvlərdən biridir. Çünki bu ağrının arxasında endometrioz, yəni şokolad kistası gizlənə bilər. Şokolad kistası yumurtalıqda toplanmış köhnə qanla dolu kistadır və rənginə görə də belə adlanır. Yəni bu sadə kista deyil, hormonal və iltihabi proseslə bağlı ciddi bir vəziyyətdir. Əgər menstruasiya zamanı ağrılar gündəlik həyatını dayandıracaq qədər güclüdürsə, cinsi əlaqə zamanı ağrıların çoxdursa, bu artıq bir siqnaldır. Bu problem sonsuzluqla birbaşa əlaqəli ola bilər. Endometrioz yumurtalıq rezervinə, yumurta keyfiyyətinə təsir göstərə bilər. Bəs müalicəsi varmı? Bəli, amma yanaşma fərqlidir. Hormonal terapiya, ağrı nəzarəti və bəzi hallarda cərrahi müdaxilə lazım ola bilər. Hər xəstəyə eyni müalicə tətbiq olunmur. Diaqnoz və plan pasiyentin uşaq istəyindən asılı olaraq individual qurulmalıdır. Ən kritik məsələ isə vaxtdır. Gecikdikcə kistalar böyüyə, yapışıqlıqlar arta və reproduktiv sistemə daha çox zərər verə bilər. Yəni bu gözlədikcə keçəcək bir vəziyyət deyil. Əksinə ağrılaşmaları ola biləcək bir vəziyyətdir. Ağrı normal deyil, səbəbsiz deyil və heç vaxt sadəcə dözməliyəm deyəcəyin bir şey də deyil. İndi isə səndir.